19'da necə deyil şərti? Demək, sinifin bu qədər faizi qız və bu qədər nəfəri oğlan olarsa, bu sinifdəki şagirdlərin sayını onluq say sistemində müəyyən edin. Demək, birincini faizlə verildi, ikincini nəfərlə verildi. 1, 1, 1, demək 1, 0, 1, 2, 4, 8, 16, 32, düzdürmü? Bunları topladıqda bu nə qədər edir? 48, demək, bu olacaq 60. Düzdürmü? 60 faizi. Demək, bunun 60 faizi oldu nə? Oğlanların, qızların sayı. Bu yazaq buradan 60'dır və faizlər. 60 faizi oğlandır və bu qədəri 1, 1, 0, 0, 1, 2, 4, 8 ilə də bu da olacaq 12. 12 nəfər də oğlandır. Və bu sinifdə şagirdlərin sayını onluq sayı sistemində ifadə edir. Demək, 60% nədir? Qızların sayıdır. Yerdə qalır 40% oğlanların sayı. O da nəyə bərabərdir? 12-yə. 40%-i elə bil 12 olan ədədi tapırıq. Faizinə görə ədədi tapanda ədədi faiz göstərən ədədə bölüb 100-ə vuracaq. Bunlar da buradan gedəndə 30 olmuş olacaq. Bir belə yaza bilərsiniz. Yəni burada 40% yenə qeyd edirəm. 60% qızdırsa, düzdürmü? Yerdə neçə faiz qalır oğlanlara? 40%. Həmin o 40%-dən neçə nəfərdir? 12 nəfər. 40%-i 12 olan ədəd kimi yaza bilərsiniz. Və yaxud da ki, belə yaza bilərsiniz. Tənasüblə ümumi nə qədərdir? Bilmirik. 100%. Düzdürmü? Ondan 40%-də nə qədərdir? 12 nəfər. Buradan da yenə x bərabərdir. 12 vurulsun 100, bölünsün 40. Yenə də eyni nəticədir, fərqi yox. Ya belə, ya belə. Demək olacaq B variantı 19-cu sualımızın cavabı.